Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd rayonunun Xocavənd kəndində görülmüş işlərlə tanış olublar. Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma kənddə həyata keçirilmiş sosial layihələr barədə məlumat verdi. Bildirildi ki, Xocavənd rayonunun eyni adlı inzibati ərazi dairəsinə daxil olan bu kənd 2023-cü ilin sentyabrında silahlı qüvvələrimizin antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib. Burada ümumilikdə 278 fərdi ev var. Onlardan 128-i yararsız, 150-si isə qismən yararlıdır. Qismən yararlı evlərin 20-si artıq təmir olunub. Bu il daha 130 evdə təmir işləri aparılacaq. Bu ilin fevralında Xocavənd kəndinə 20 ailə, 94 nəfər qayıdıb. Cari ilin mart-dekabr aylarında kəndə daha 130 ailə, 533 nəfərin qayıtması planlaşdırılır. Ötən müddət ərzində kənddə bir sıra sosial yönümlü işlər görülüb. Belə ki, 5 kilometr uzunluğunda daşıyıcı qaz xətti çəkilib. 1500 metr uzunluğunda mövcud xətt bərpa edilib. Bundan başqa 2100 metr uzunluğunda 0,4 kilovoltluq mövcud xəttlər və 2 transformator məntəqəsi bərpa olunub. Kənd daxili yollar asfaltlanıb, piyada yolları çəkilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Görülmüş işlərlə tanışlıqdan sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva kəndə köçmüş sakin Rizvan İbrahimovun evində oldular və söhbət etdilər. Necə yerləşdirsiniz? Çox şəraitli, çox təbrik edirəm. Doğma vətənə qayıtmaq münasibətilə. Siz özünüz buralı bu kənddə yaşadınız. O vaxtda rəhmətli Ulu Öndər də gəlmişdi bana. Bu kəndə gəlmişdi. Bəli, 79-da səhv edəmizə. İşğal dövründə harada yaşamışsınız? Bakıda. Bakıda. Şərait necə idi? Hələ şükür. Amma burada olsun. Amma Çox sağ olun. 35 ildən sonra. Neçənci ildə buradandır? Çıxartdılar 91'də. Bu Versalyos başlayan günü. Həmən günü bizi çıxartmışdılar. Həmən gün. Sonra Versalyos'dan gələndə onlara da şəhid edərlər. Bura yaxınlıqdaydı. Bəli, mən Qarakətdə. Burada uzaq deyildi. 17 kilometr. Təbrik edirəm sizi. Xoşbaxt yaşayın. Doğma Qarabağ torpağında, doğma kəndinizdə. Hamısı sayəsində. Allah sizi var eləsin. Allah şəhid eləsin. Sevincimizin həddi yoxdur. Bizim üçün dünyanı bəxş eləsin. Buna nə var, ürəkdən deyil, elə belə yox. Sizin bizim ailənin qonaq olmağı bizim sevincimizi 2 qat artırır. Çox sağ olun. Belə bu qayğıya görə sizə minnətdarım. Çox sağ olun. Siz layiqsiniz. Uzun illər üç gün həyatı yaşamışsınız. Əzəb əziyyət içində. Artıq bu dövr tarixdə qalır. Allah köməyiniz olsun. Allah sizi var eləsin. Sağ olun. Ailəmiz. Falan her yeri bilir. Orada ne var? Sağ olun. Allah sizden razı olsun. Həyat sahədə var. Var. 15 sokta torpağım var. Torpaq yəqin ki ayrılacaq. Soktan çok da erken sahədir. Da biz onu Malqaran da var. Yok. Şimdi inşallah olacak. Əlbəttə mal. Elvandalı kompleksləri burada var. Fermalar var. Yanında olansın burada. Yaxşı. Allah Allah tek Artıq burada. sizdən asılıdır. Elbette. Dövlət nə lazımsa eləyir. Allah dövlətini korusun, Can sizi sağ olun, korusun, razılıram. ailenizi korusun, Xoşbaxt nəvələrinizi yaşayın. korusun. Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun.